Az işlər gedir. Orada ev içində emisiya azad vururlar. Orada traktorlar işləyir. Burada nə bilim nələr işləyir. Burada daha başlayıblar evlərin qabağında əl damı kimi nədir onu feyməyə. Hər evin qabağında kim deyir iş getmir, qardaş iş gedir. İşləyirlər hər yerdə. Bu deyir daha bax o evin içində bax mebelin yığırlar. Bax görürsün. O evin üzrə mebelini yığırlar içine. Bax o evdə iş var, o bir evdə iş var. Mən saydım 6-7 evdə nağd içərdə emisiya vuran var. 6-7 bugün də mebelin zadını yığırlar. Bax burada işləyirlər, iş gedir. Burada iş gedir, orada iş gedir. Yuxarıda iş gedir. Orada işləyirlər. Ne daha, burada da iş gedir. İşləyirlər, hamısını işləyirlər. Bax orada da iş gedir. Burada da kim var? Çoxdur ki, məktəbəli var. 30'a yaxın, 35'e yaxın. İş gedir. Məktəbin yeridir. Bax, o evdə içərdə şpakulovka, mışpakulovka aboydu. Bax, bu anki evdə görsən, işte fasadın vururlar. Bazar günü olarlar. Sonra aşağı Cavadbəyli tərəfdə Bəyəqortan 6-7 gün əvvəl gəldi, əllərində nə vardı, iş gedir. Demək olar ki, evlərin qabağında ən çox əl damı tikirlər. Sonra nə bilim, su maşını yollara su səpir, toz olmasın deyənə. Daha bunlar əl damı tikənlərdir. Sonra Bəyək hansı evi tərəf, ora mebel yığırdılar evə. Yox. Ha, bu evidir. Yəni, nömrəsinin adını bilmirəm. Onda kralar, traktor burada işləyir. O bizim evin yerində. Ha, o sizin evin yeri, aysa o. Ha, bax, o traktor da orada işləyir. İş gedir, bax, çöl-bəzə işlərində görürlər. Ağ maşın dayanır. Qardaş, indi ya bizim ayağımızdandır, bilmirəm. Ya nədir, siz gəldə deyirsiniz, iş getmir. Mən həmişə gəldə burada iş gedində iş gördüm. Nə səbəb gəlib ki, burada işləyiblər də. Hava isti olur. Şəhər işləri, əsas şəhər işlərdə bəyə orada deyil. Daha o binada baba görsün. Orada işləyirlər. Bunda da iş gedir. Hər evdə elə bir ki, hamısında yox bir yəni 20-30 evin. Burada kanal işi də yoxsa su. 20-30 evin içində qardaş iş gedir.